Bismillahirrahmanirrahim. Ramazan ayının 10-u İslam'a ilk iman gətirən xanım, iman gətirməklə yanaşı, bütün sərvətini İslamın, nübüvvətin yayılmasında, möhkəmləməsində xərcləyən Həzrət xanım Xədicə salamullah əleyhanın vəfat günüdür. Qeyd etdiyimiz kimi, həqiqətən də İslam'a ilk iman gətirən xanım və eyni zamanda İslamı, Peyğəmbəri müdafiə edən xanım Həzrət Xədicə salamullah əleyha olmuşdur. Məhz Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin zürriyyəsi də Həzrəti Xədicə ilə evliliyindən dünyaya gələn Həzrəti xanım Zəhra salamullah aleyha vasitəsilə davam etmişdir. Həzrəti Xədicə salamullah aleyha hicrətdən təxminən 3 il qabaq vəfat etmişdi və İslam tarixində həmin il Amul Hüzn, yəni Hüzn ili də adlandırılır. Həzrəti Xədicənin Peyğəmbərin yanında xüsusi bir yeri, xüsusi bir qiyməti, dəyəri var idi. Biz bunu Peyğəmbər hər dəfə Həzrəti Xədicə salamullah aleyhanı xatırladıqda və onun haqqında buyurduğu hədislərində də rast gəlirik. Hədislərin birində Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, deyir, din ayaqda qalmazdı və davam etməzdi, yalnız Əlinin qılıncı və Xədicənin malı olmasaydı. Bu hədisdən biz görürük ki, həqiqətən də İslam tarixində, İslamın yayılmasında, müdafiəsində həm Əli əleyhissalamın göstərdiyi şücaət, həm də Həzrəti Xədicə sallamullah aleyhanın Peyğəmbərə xərclədiyi, yəni Peyğəmbərliyin müdafiəsində, İslamı qorumaqda, müdafiəsində xərclədiyi pulun xüsusi bir yeri var idi. Başqa bir hədisdə yenə bir gün Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Həzrəti Xədicəni xatırladan zaman digər xanımlarından biri olan Ayşə qayıtdı ki, bəs o yaşlı olub, yəni Allah onun əvəzini sən üçün daha xeyirlisi ilə əvəzlədi. Allah Rəsulü sallallahu aleyhi və səlləm cavabında buyurdu ki, xeyr, yəni Allah onun əvəzində ondan xeyirlisini mənə verməyib. Artıq bütün insanlar mənə kafir olduqda, yəni məndən üz döndərdikdə Həzrət Xədicə mənə iman gətirib. Yəni, bütün insanlar məndən üz döndərdikdə o mənə iman gətirdi. Bütün insanlar məni yalan dedikdə, məni inkar etdikdə o məni doğruladı, yəni məni təsdiqlədi. Bütün insanlar öz malını, varını, dövlətini məndən əsirgədiyi halda o bütün varını, yəni bütün malını mənə xərclədi, bütün malını mənə şərik qərar verdi. Allah onun vasitəsilə mənə övlad ruzi verdi, ondan başqasının xanımlarda mənə ruzi verməyib. Bu hədisdən də həqiqətən də biz onu görürük ki, Həzrət Xədicə salamullah aleyhanın İslam tarixində, xüsusən də İslamın ilk vaxtlarında, İslamın müdafiəsində, yayılmasında göstərdiyi şücaət tarixdə əvəz olunmaz şücaətlərdən.